Ve cənablar, Tanrı sizi bərxudar və bəxtiyar eyləsin. Təcili bu videonu paylaşın ki, hamı xəbərdar olsun, balalarımız ölməsin. Aldığım məxvi məlumata görə, birbaşa məxvi kəşfiyyat məlumatlarına görə İlham Əliyev təxribat edəcək cəbhədə. Belə ki, İlham Əliyev neçə gündə atəşkəs pozuldu deyir və Amerika çıxdı, zəng elədi Hikmət Hacıyevdən belə. Bizim hakimiyyəti pis günə qoydu ki, mənim orada aparaturalar, cihazlar yerləşdirmişəm ki, o cihazlar Sputnikdən də əlaqəlidir. Bir dənə güllə atılarsa, sırası o aktivləşir həmən aparatlar və güllə hardan atıldı, neynədi, o video çəkilişinə kimi eləyir. Siz yalan deyirsiniz. Hətta Paşinyan dedi ki, gəl Avropanın müşahidəçiləri oradadır, gəl sən də İlham Əliyev. Orada bir yerde baxaq görək harda atəşkəs pozulur. Yalan deyirsən. İlham Əliyev təxribat etmək istəyir. Niyə görə belə edir İlham Əliyev? Çünki Valentina Matviyenko gəlibdi. Şəhidləri bugün şəhidlər xiyabanını bugün ziyarət eləyir. Bugün martın, əziz həmvətənlərim, 18-idir. Bu arada bayramınız mübarək olsun. Bu bayram vaxtı İlham Əliyev təxribat eləmək istəyir. Matviyenko şəhidlər xiyabanını bugün ziyarət eləmək, daha ki onu Ruslar qırıbdı. Yəni o mesaj verir ki, sizi hələ çox qırdıracağıq biz. Dəyərli həmvətənlər, Matviyenko əl çəkmir oradan. Dostlar, qardaşlar, indi necə olacaq? Vəziyyət nədir? Nə olacaq? Necə ki, Xan kəndinə girmək üçün polislərin avtobusun altında mina qoydular. Çox saylı polislərimiz dünyasını dəyişdi. Ondan sonra Xan kəndinə girdilər. İndi də Zəngəzura girmək üçün qərar qəbul eləyiblər. Plancızılıqdır, adamlar hazırlanıbdır. Artıq adamlar cəbhədədir. Hər hardan keçəcəyik, neyniyəcəyik, hansı bölmədə, hansı tağımda 10, 15, 20, 30 əskəri məhv eləyəcəyik. Artıq onu qərar veriblər artıq. Baxın, indi nə olacaq? Aparatlar var da, sırası aktivləşir. Ay sağ ol, FSB nümayəndələri gəlin Matviyenko ilə. Matviyenko Putinin döyüş əmrini gətirib. İndi FSB ilə bizim xarici kəşfiyyat Orxan Sultanovun hərbiçiləri, necə deyək, işçiləri gedəcək Ermənistan tərəfə keçəcək, fırlanıb gəlib qabaqdan ateş aça-aça, hələ dalda bölməmizin içində də bunların adamı olacaq. Qabaqdan ateş aça-aça gələcək, eləmi? Həsə keçəcək bu tərəfə. Zaten arxa dayaq məntəqəsində FSB ilə Orxan, bizim xarici kəşfiyyatın adamları o tağımı qıracaqlar. O tağımı qıracaqlar, o manqanı. Yəni, ən azı 8-10 nəfər. Və daha artıq ola bilər, 15, 20, 35. Qərar verilibdir, xahiş edirəm, bəyənin, paylaşın. Xalqımızın balaları qırılmasın. Xalqımızın balalarına xətər toxunmasın. Buradan bütün Azərbaycan xalqına, onun şərəfli ordusuna səslənirəm. Mən də ömrümün yarısını o orduda xərclədim. Əsil bizim düşmənimiz Ermənistan, bizim düşmənimiz Rusiya, bizim düşmənimiz Fars deyil. Bizim əsil düşmənimiz İlham Əliyevdir. Qeyri-milli İlham Əliyev rejimidir bizim düşmənimiz. Dostlar, dəyərli həmvətənlərim, baxın cəbhədə qırılandan çox İlham Əliyev bizi qırdırdı. Artıq hamının mədə altı xərçəng, bağırsaq xərçəng eləyib bir neçə aya öldürmək üçün bütün Bakı kariyerində kubikləri un kimi üyüdürlər, bütün unun içinə qatırlar. Unun yarısı kubikdir. Siçanın qabağına qoyursan, əvvəl unu siçandan gizlətmək olmurdu. Hara qoyacağını bilmirdin. İndi ortaya qoyursan, siçan gəlir o una yaxın getmir. Xəmir eləyirsən palçıq kimi, droş vurursan şişmir, hamısı kubikdir, çörək yiyirsən mədən sallanır. Buradan səslənəm, İlham Əliyev son gedişatında bizi qırmaq istəyir. Ey Azərbaycan xalqı və onun şərəfli ordusu! Hər kəsə səs salın ki, Zəngəzura girmək olmaz. Ermənilər bizə keçid verir, sadəcə deyir Rus olmasın, oranı Rus olmasın, oranı Rus qorumasın. Rus olmasın, oranı Rus korumasın. Ama ve lakin Ermeniler istəyir ki oranı, o keçidi Türkiye korusun, Avropa korusun. İlham Əliyev ise deyir ki yox, oranı Rus korumalıdır, mən Türkiye Avropa'ya etibar eləmirəm. Rus korumalıdır və oradan Rusya istifadə eləməlidir. Bax, savaş bunun savaşıdır. Değerli həmvətənlərim, Zəngəzura girən hərbiçini
o emri veren, Zengezur'a cil emri veren hərbiçini, komandiri, özündən balaca komandiri fikirləşmədən vursun. Mən deyirəm bunu gələcək Azərbaycanın prezidenti kimi. Orada hamınızı qıracaqlar. 20 mindən artıq şəhid olacaq. Bax deyirəm sizə, ey əskərlər, ey zabit və gizirlər, bir üst düzey sizə Zəngəzura hücum əmri verirsə, elə onu yerində güllələyin. 56-cı il axırıncı tanınan xəritələri, dünyanın qanunlarını, qaydalarını pozmaq olmaz. İlham Əliyev öz kreslosu üçün bütün xalqı qırğına verir. Yaxşı lider xalqı üçün özünü qırğına verər. Yenə bir məmur balası olmayacaq. Cəbhədə. Baxın, elə bir məmur icra başçısı, mavini, polis reisi, mavini, prokuror, mavini, məhkəmə mavini, nazir mavinləri, idarə komitə rəhbərlər mavinlər. Elə bir adam yoxdur, bir və ya bir neçə şəhidin qızınla, şəhidin arvadınla, şəhidin anasından bazlıq eləməsin. Ay millət, ananızı, bacınızı düşünün. Ozda İlham Əliyevin sonudur, mən gəlirəm, mən. İlham Əliyevin sonudur, balalarınızı qırdırmayın. Ey Azərbaycan oğulları, Zəngəzura girənin anasının südü haram olsun ona. O bizim ölkəmizi təhlükəyə atmaq üçün Zəngəzura girir. Zəngəzura girmək olmaz. Beynəlxalq xəritələr var. Onda gedin Mahaçqalya'da girin də, Dərbəndə, Gürcüstana, 40 milyonluq Cənubi Azərbaycanımıza, Kars, İğdir də bizim torpaqdır. Bütün sərhədlərinlə, öz torpaqlarına sərhəd olan yeganə devlətik biz. Dəyərli həmvətənlərim, dedim sizə, İlham Əliyev Rusiya ilə təxribat hazırlayıbdır. Amerikan aparaturaları da var deyə, bizimkilər hansısa bir yerdən gələcəklər, fırlanıb gəlib Güllatada gələcəklər, bizimkiləri qırmaq üçün. Amma elə arxada da onların nümayəndələr olacaq, hansısa bir bölməmizi qıracaqlar. Zəngəzura girməyə, özlərinə haqq qazandırmaq üçün. Zəngəzura girməyə səbəb tapacaqlar bundan da. Vəssalam. Bunu da bayram vaxtı eləmək istəyirlər. Bütün Azərbaycana səs salın. Bütün Azərbaycana səs salın. Erməni atəşkəsiz adı pozmur. Hamısını eləyən İlham Əliyevdir. Məni 24 maddə ilə terrorda itham eləyən İlham Əliyevin özü terror edəcək Azərbaycan ordusuna qarşı. İlham Əliyev özü öz əskərlərimizi qırdıracaq. Əziz həmvətənlərim, mən bunu tez çıxdım ki bura, siz də bəyənib paylaşasınız. Tez çıxdım ki bura, bu qərar qəbul edibdi artıq. Mən onlardan qabaq start verdim, mən onlardan qabaq düyməni bastım. Artıq bunu edə bilməzlər, etsələr də artıq başqa şey etməlidirlər. Ola bilər həyasızlığına salıb yenə etsinlər. Bütün hallarda Amerika, Avropa, Ermənistan, Azərbaycan əskəri İlham Əliyevin və Rusiyanın təxribatlarına uymayın. Təxribatlar bilin ki İlham Əliyevindir. Sağ olun, salamat qalın.